Uzun illər Azərbaycan diaspor təşkilatları və diaspor fəalları pərakəndə şəkildə fəaliyyət göstərirdilər. Azərbaycanlıların elələri var ki, anadan olandan sonra bir dəfə də olsun Azərbaycanda olmuyor. Ötən illər ərzində Azərbaycan diasporu hansı uğurlar əldə elədi? Diaspor təşkilatlarını öz çətiri altında birləşdirir. Azərbaycan diasporu lazım olan yerə, mövqeyə çata bilib. Bu günlərim müəyyən bir hədəfə artıq çatmışıq. 70-dən artıq ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız var. Əlbəttə ki, biz qardaş Türkiyədəki diasporumuzun fəaliyyəti ilə Fransadakı diasporumuzun fəaliyyətini eyni cür ola bilməz. Azərbaycan diasporunun içində kifayət qədər nüfuzları olan, o həmin ölkənin həyatının inkişafına qatqı verən insanlar var. Diaspora bu adamların nüfuzundan necə istifadə edir? Xarici ölkələrdə yaşayan tanınmış, nüfuzlu mütəxəssislərin Azərbaycanın həyatında iştiraklarını təmin etməkdir. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-ın qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəsdə görünür. Essentiale Forte-ın həyatı tam qaraciyərinizlə sevin. Hər vaxtınız xeyir olsun, əziz Asan TV izləyiciləri və bizi Asan Radioda dinləyənlər. Aparıcınız mənəm Elvin Dəmirli. Sosial media hesablarımızı ekranda görürsünüz. Abunə olub, gündəm xəbərlərindən, maraqlı məlumatlardan xəbərdar ola bilərsiniz. Qəbuldasanın bu dəfəki qonağı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevdir. Xoş gəlmisiniz Elşad müəllim. Xoş gördük Elvin müəllim. Təşəkkür edirik gəldiyiniz üçün. Keçək suallarımıza. Ötən illər ərzində Azərbaycan diasporu hansı uğurlar əldə elədi, nələri xüsusi qeyd edə bilərik? Çox sağ olun Elvin müəllim, dəvətinizə görə mən Asan Radionun və Asan Televiziyasının fəaliyyətinə uğurlar arzulayıram. Ümumiyyətlə, mən qeyd etmək istəyirəm ki, biz 2018-ci ildən başlayaraq Azərbaycan diasporunun yol xəritəsini hazırladıq və bu yol xəritəsinin hazırlanmasında və biz gündəlik Azərbaycan diasporunun qarşılaşdığı problemləri özümüz üçün müəyyənləşdirdik və hədəfləri müəyyənləşdirdik və bu hədəflərə hansı yollarla gedib çatacağıq, bu strategiyada bunları müəyyənləşdirdik. Düzdür, illər keçdikcə artıq 6 ilə yaxındır ki, biz bu strategiya ilə fəaliyyətimizi davam etdiririk. Bu strategiyada müəyyən düzəlişlər həyata keçirilir, müəyyən yönlər dəyişdirilir. Çünki belə deyim, biz bu strategiyanı hazırlayarkən hələ onda torpaqlarımız işğaldan azad olunmamışdı. Artıq bizim Müzəffər Ali Başkomandanın komandanlığı ilə biz torpaqlarımızı 2020-ci ildə azad elədik və bundan sonra da Azərbaycan diasporu öz hədəflərini, yeni hədəflərə, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Biz son illər ərzində demək olar ki, Azərbaycan diasporunu bir çətir altında, bir mərkəzdə birləşdirmək istiqamətində əsas fəaliyyətimizi qurmuşduq. Çünki bildiyiniz kimi uzun illər Azərbaycan diaspor təşkilatları və diaspor fəalları pərakəndə şəkildə fəaliyyət göstərirdilər və biz bu istiqamətdə də iş apardıq və artıq 19 bizim Azərbaycanlıların 30 ölkədən əhatə edən 19 koordinasiya şuramız yaranmışdı. Bu koordinasiya şuraları fəaliyyət göstərdikləri ölkələrdəki diaspor təşkilatlarını öz çətiri altında birləşdirir və bu da onların fəaliyyətində həm məqsədyönlülüyü artırır, həm də hədəflərə çatmaq üçün onların fəaliyyətini daha da asanlaşdırır. Eyni zamanda mən qeyd etmək istəyərdim ki, son illər ərzində çoxlu layihələr həyata keçirilibdir. Diasporla İş üzrə Dövlət Komitəsi və bizim xaricdəki diasporumuzun birgə çoxlu layihələri həyata keçirilibdir. Və bu layihələr diaspor gənclərinin yay düşərgəsidir. Bizdə 1+1 proqramı var. Sonra biz xaricdə yaşayan diaspor təşkilatlarının biz həftə sonu məktəblərinin artırılması ilə bağlı çoxlu fəaliyyət göstərmişdik. Azərbaycan evlərinin açılması istiqamətində fəaliyyətlərimizi davam etdiririk. Təşəkkürlər. Biz suallarımızda olan hamısına toxunacağıq. Ətraflı məlumat verdiniz. Keçək daha detallı danışaq. Soruşmaq istəyirəm ki, Azərbaycan diasporu
lazım olan yerə, mövqeyə çata bilib, yoxsa hələ də qarşımızda yollar var və tutaq ki, çatışmayan nələrsə varsa, məsələn, nələri qeyd edə bilərik? Bu günlərim müəyyən bir hədəfə artıq çatmışıq, amma əlbəttə ki, dünya dəyişir, hər gün inkişaf gedir. Müxtəlif ölkələrin həm xarici siyasətlərində dəyişikliklər baş verir, istiqamətlər dəyişir və bununla bağlı da bizim də diasporun daim təkmilləşdirilməsi, diaspor fəaliyyətinin daim hər bir ölkənin xarici siyasətinə, daxili siyasətinə uyğunlaşdırılması istiqamətində fəaliyyət davam etməlidir və bununla bağlı da biz daim işimizi davam etdiririk. Biz bu günlərim 70-dən artıq ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız var və 80-ə yaxın ölkədə isə bizim azərbaycanlılarımız yaşayır. Elə ölkələr var ki, orada sayımız milyonlandır. Elə ölkələr var ki, 1-2 ailə yaşayır. Biz bunun fərqinə varmadan həm o diasporumuzun kütləvi yaşadığı ölkələrlə bağlı da xüsusi fəaliyyətimiz var. Az yaşadıkları ölkələrlə bağlı da və biz onları da yaddan çıxartmırıq. 1-2 ailənin yaşadığı ölkələrdə də biz həm diasporumuzun fəaliyyətini, həm də onların həmin ölkə Azərbaycanın mədəniyyətinin, tarixinin, Azərbaycanın tanıdılması ilə bağlı fəaliyyətlər istiqamətində onlara həm dəstək göstəririk, həm də onlarla birlikdə layihələr həyata keçiririk. Bu günlərin məsələn bizdə mən bir misalı qeyd edə bilərəm. Almaniyada bizim yaranmış Koordinasiya Şurası öz ətrafında 50-dən çox fəaliyyət göstərən təşkilatı öz ətrafında birləşdirir. Hər bir ölkənin Azərbaycanla münasibətlərindən asılı olaraq, eyni zamanda Azərbaycanın xarici siyasətindən asılı olaraq onların da fəaliyyətlərində müxtəliflik var. Əlbəttə ki, biz qardaş Türkiyədəki diasporumuzun fəaliyyəti ilə Fransadakı diasporumuzun fəaliyyətini eyni cür ola bilməz. Bunların məqsədləri də başqadır, hədəfləri də başqadır. Amma bu günlərin bizim diaspor təşkilatlarımız daha çox Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin, Azərbaycanın reallıqlarının xarici ictimaiyyətə çatdırılması istiqamətinə daha çox yönləndiriliblər. Bunun da öz səbəbləri var. Bilirsiniz ki, 2020-ci ildə mən qeyd etdim, torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan üzərinə xarici ölkələrdən çoxlu təzyiqlər başladı və bizim diaspor təşkilatlarımız, fəallarımız bu təzyiqlərin qarşısının alınmasında, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayırlar. Bununla bağlı da bizim onlarla bağlı xüsusi proqramlarımız var. Məsəl üçün, biz hər il artıq 13-ə yaxın diaspor fəallarının işğaldan azad olunmuş ərazilərə 13 səfərləri təşkil olunmuşdur. İlkin olaraq bizə sual verdilər ki, bu səfərlər nəyə lazımdır? Biz də bunun izahını belə verdik ki, hər bir xaricdə yaşayan Azərbaycanlı bu işğaldan azad olmuş əraziləri görməsə, ermənilərin orada törətdikləri vəhşilikləri öz gözlərinə gördükdən sonra bu reallıqları yaşadıkları ölkələrin ictimaiyyətinə daha real olaraq çatdıra bilirlər, daha rahat çatdıra bilirlər. Eyni zamanda bizim proqramlarımız diasporun fəaliyyətinin yalnız inkişafı üçün deyil, eyni zamanda diaspor Azərbaycandan necə bəhrələnə bilər? Biz bu istiqamətdə də işləyirik. Məsəl üçün, bir neçə il bundan qabaq Azərbaycandan xaricdə yaşayan soydaşlarımızla bağlı bir proqram qəbul elədik və Nazirlər Kabinetinin qərarı ilə sosial yardım proqramı qəbul olundu. Bu sosial yardım hazırda 3 istiqaməti əhatə eləyir, amma bunun gələcəkdə istiqamətləri genişləndiriləcək. Birinci istiqamət bizdə deməli xaricdə özünüz bilirsiniz ki, bizim Azərbaycanlılar adətən vətənlərinə bağlı olurlar. Xaricdə vəfat etmiş Azərbaycanlıların cənazələrinin Azərbaycana gətirilməsinə Azərbaycan dövləti yardım göstərir. Eyni zamanda xarici ölkələrdə baş verən fövqəladə hadisələr zamanı bizim Azərbaycanlılara dövlət tərəfindən, bu dövlətin qayğısıdır. Onların heç bir çox Azərbaycan vətəndaşı olmasa belə dövlətin onlara qayğısı və dövlət tərəfindən onlara yardım göstərilir. Bunun bariz nümunəsini pandemiya dövründə gördük. Bizim Azərbaycanlılar, çoxlu bizim orada yaşayan Azərbaycanlılar müəyyən sıxıntılarla rastlaşırdılar. Ölkələr bağlanmışdı. Azərbaycana qayıda bilməyənlər vardı, ellər vardı ki, həmin ölkənin vətəndaşlarıdırlar, onlar Azərbaycana qayıtmaq fikirləri də yoxdur, amma dövlət tərəfindən onlara dəstəklər göstərilirdi. Eşit müəllim, deməli, biz bilirik ki, dünyanın müxtəlif yerlərində Azərbaycanın tanınmış insanları var, hansı ki, kifayət qədər nüfuza malikdirlər. Bax, bu Azərbaycanlıların diasporaya hansı dəstəkləri var və diaspora bu adamların nüfuzundan necə istifadə edir?
Elvin, düzgün qeyd elədiniz. Bu günlərim Azərbaycan diasporunun içində kifayət qədər yaşadıkları ölkələrin həyatında nüfuzları olan, o həmin ölkənin həyatının inkişafına qatqı verən insanlar var. Biz son bir neçə il ərzində artıq istiqamətlər üzrə bu diasporu birləşdirməyə başladıq. Mən sizə qeyd edə bilərəm, son illər ərzində biz məsələn xaricdə yaşayan həkimlərin forumu, xaricdə yaşayan mühəndislərin forumu, xarici ölkələrdə yaşayan alimlərimizin forumu, Mədəniyyət Nazirliyi ilə birlikdə mədəniyyət işçilərinin toplantısını həyata keçirdik və bu toplantıların əsas məqsədi xarici ölkələrdə yaşayan tanınmış, nüfuzlu mütəxəssislərin Azərbaycanın həyatında iştiraklarını təmin etməkdir. Məsələn, biz artıq Almaniyada yaşayan Azərbaycanlı həkimlərin 3 forumunu həyata keçirmişik və bu forum çərçivəsində müəyyən insanlar Almaniyadakı həkimlərimiz Azərbaycana necə töhfə verə bilərlər, Azərbaycanın səhiyyəsində necə iştirak edə bilərlər. Bu istiqamətdə müzakirələr aparılır. Biz bunu təşkil edərkən yalnız həmin insanları yığmırıq. Azərbaycandan həmin sahələrə cavabdeh olan qurumların nümayəndələrini də həmin toplantılara həm də tutaq ki, həmin ölkənin özü belə Azərbaycan haqqında kifayət qədər məlumatları da yaranır. Bəli. Məsələn, Almaniyadakı Həkimlər Forumu ilə bağlı Alman qəzetlərində artıq məlumatlar dərc olunmuşdur ki, burada bu qədər Azərbaycanlı həkim var, onlar öz aralarında toplanırlar və o toplantıların nəticəsi olaraq onlar Azərbaycanın müxtəlif, eyni zamanda biz mühəndislər forumunu keçirdik, alimlər forumu. Hal-hazırda həmin o forumun iştirakçıları, həmin o mütəxəssislər, kifayət qədər nüfuz qazanmış mütəxəssislər Azərbaycanda həmin sahələrdə hansı töhfəni verə bilərlər, o istiqamətdə çalışırlar. Məsələn, keçən il biz Mədəniyyət Nazirliyi ilə birlikdə Roma şəhərində, Azərbaycanın oradakı mədəniyyət mərkəzində Azərbaycanın mədəniyyət elçilərinin toplantısını keçirdik. Bu günlərim mən deyə bilərəm ki, xaricdə yaşayan bizim mədəniyyət işçilərimizin sayı yüzlərlə deyil, bəlkə də minlərlədir. Amma onlar hər biri öz bugün yaşadıkları ölkənin mədəni həyatına hansısa bir töhfələr verirlər. Eyni zamanda bu illərin biz o toplantının davamı olaraq böyük bir Mədəniyyət Nazirliyi ilə birlikdə böyük bir forum keçirməyi planlaşdırılmışıq. İlin sonuna yaxın bu forum keçiriləcək. Burada bizim həm musiqiçilərimiz var, həm teatrşünaslarımız var, həm rəssamlarımız var və incəsənətin və mədəniyyətin elə bir sahəsi yoxdur ki, oranı əhatə eləmiş bizim insanlarımız olmasın. Təşəkkür edirik. Biz qısa aradan sonra davam edəcəyik. Bir daha xatırladım ki, Qəbuldasanın qonağı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevdir. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız esensial fortein qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəsdə görünür. Esensial fortein həyatı tam qaraciyərinizlə sevin. Qaldığımız yerdən davam edirik. Bir daha xatırladım ki, Qəbuldasanın qonağı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevdir. Elşad, biz Azərbaycanlıların dünya ölkələrində bir yerə necə toplanılmasından bağlı danışdınız və orada müxtəlif forumları, tədbirləri qeyd elədiniz. Mən soruşmaq istəyirəm ki, ümumiyyətlə Azərbaycanlıları dünyada bir yerə toplamaq üçün xüsusi başqa nələr var və hansı proqramlar var? Bizim bu günlərim müxtəlif sahələrdə proqramlarımız həyata keçirilir. Bunlardan mən bir neçəsini misal gətirəcəm. Diaspor gənclərinin yay düşərgəsi var bizdə. Artıq biz 5-cini keçirmişik. Bu il 6-cı düşərgəni keçirməyi planlaşdırırıq. Hər il 100-dən artıq müxtəlif ölkələrdə yaşayan 100-dən artıq Azərbaycanlı gəncimiz bir həftə müddətinə Azərbaycana səfər edir. Azərbaycanda qalır və bunlar müxtəlif dövlət qurumunun nümayəndələri ilə mən qeyd etmək istəyirəm, ASAN xidmətinin nümayəndələri ilə də görüşlər təşkil olunur orada. Eyni zamanda bizim şəhid ailələri, qazilərlə, bizim diplomatlarımızla orada görüşlər təşkil olunur. Məqsəd nədir? Məqsəd odur ki, bunlar əsas məqsəd onlar Azərbaycanla əlaqələrini itirməsinlər.
Çünki özünüz bilirsiniz, artıq Azərbaycan diasporunun tarixi genişlənir. Biz elə bir diasporumuz var ki, artıq ikinci, üçüncü, dördüncü nəsil yetişir orada. Və onlar yaşadıkları ölkə ilə, Azərbaycanla əlaqələrini itirməsinlər deyə. Biz bu proqram çərçivəsində dəvət olunan Azərbaycanlıların elələri var ki, anadan olandan sonra bir dəfə də olsun Azərbaycanda olmayıb. Eyni zamanda burada məqsəd koordinasiyadır. Məsələn, bizim son yay düşərgəsində Laçında keçirilmişdi keçən il. 60 ölkədən gəncimiz var idi. Bu o deməkdir ki, gənclər bir həftə müddətində burada iştirak etdikdən sonra Yaponiyadan tutmuş Latın Amerikasına kimi, Avstraliyadan tutmuş Şimali Amerika ölkələrinə qədər özlərinə dost qazanırlar. Və artıq biz Azərbaycan diasporu yalnız öz ölkəsinin daxilində, yaşadığı ölkənin daxilində deyil, bütün dünya çərçivəsində bunlar bir-birinə əlaqəli olurlar və bunlar fəaliyyətlərin bir-birinə əlaqələndirirlər. Eyni zamanda, belə deyim də, kimsə Avstraliyadan Amerikaya getmək istəyirsə, artıq orada dostu var. Onunla əlaqə saxlayır, Amerikanın həyatını öyrənir, necə gələ bilər, necə gedə bilər. Bunların hamısının əsas son məqsədi həm bizim diasporun Azərbaycanla əlaqələrinin itirilməməsi, eyni zamanda bunların koordinasiyalı şəkildə fəaliyyətlərin davam etdirilməsidir. Sonra bizim digər bir proqramımız var, 1+1 proqramı. Hər bir azərbaycanlı yaşadığı ölkədən, azərbaycanlı gənc yaşadığı ölkədən özü ilə bərabər bir nəfər əcnəbini gətirir Azərbaycana. Bunlar bir neçə gün müddətində Azərbaycanda qalırlar. Yəni bu yalnız turistik bir səfər deyil. Səfər çərçivəsində bunlar müxtəlif dövlət qurumlarında görüşlər keçirilir bunlar üçün. Azərbaycanın tarixi ilə bağlı bunlara məlumat verilir, mədəniyyəti ilə bağlı məlumat verilir, Azərbaycanın bugünkü dünyadakı mövqeyi ilə bağlı məlumat verilir və bu insanlar geri qayıtdıqdan sonra artıq demək olar ki, həmin o əcnəbilər də Azərbaycanın elçilərinə çevrilirlər və öz həyatlarında Azərbaycanı, gündəlik həyatlarında Azərbaycanın təbliğatçısına çevrilirlər. Digər bir proqramımız var, bizim E-Akademiya deyilən elektron diaspora akademiyası. Bizim bir proqramımız var. Bu proqram çərçivəsində biz xaricdə yaşayan gənclərimizə diaspor fəaliyyətinin incəliklərini aşılayırıq və onlar diaspor fəaliyyətini necə həyata keçirməlidirlər, necə fəaliyyət göstərməlidirlər ki, Azərbaycanı daha yaxşı təbliğ eləsinlər, bu istiqamətdə onlara məlumat verilir. Digər bir proqramımız, bilirsiniz ki, əgər biz koordinasiyadan danışırıqsa, koordinasiyalı şəkildə fəaliyyətdən danışırıqsa, buna hər bir diaspor təşkilatına və yaxud çətir altında birləşən diaspor təşkilatlarına rəhbərlik olunmalıdır. Bizim liderliyin inkişafı proqramı var. Biz diaspor təşkilatlarından liderlik bacarıqları olan insanları seçirik. Onları bir həftə müddətinə, 10 gün müddətinə onlara təlimlər keçiririk ki, necə onlar təşkilatlarını idarə eləməlidirlər, necə rəhbərlik eləməlidirlər. Bu istiqamətdə də onlara biz istiqamət veririk və onların hazırlanmasına köməklik göstəririk. Təşəkkür edirəm Elşad müəllim. Elşad müəllim, deməli Azərbaycan məktəbləri var, xarici ölkələrdə fəaliyyət göstərir. Bax bu məktəblər bizim diasporumuza hansı dəstəyi verir? Bizim bu günlərim artıq xarici ölkələrdə 100-dən artıq Azərbaycan dili məktəblərimiz var. Bu ilk növbədə mən qeyd etmək istəyirəm ki, bizim bu məktəblərə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tövsiyəsi və dəstəyi ilə bu məktəblər açılmışdı. Biz ilk olaraq belə deyim, Nant şəhərində Qarabağ Azərbaycan məktəbini açdıq. Bu 2018-ci ilə təsadüf eləyir. Birbaşa Mehriban xanımın tapşırığı və dəstəyi ilə bu məktəb açıldı və bundan sonra bu məktəblər artmağa başladı. Bu məktəblərin əsas məqsədi bir şəhərdə, bir bölgədə yaşayan azərbaycanlıların bir yerə yığılması, eyni zamanda azyaşlı azərbaycanlılarımızın Azərbaycan dilini unutmaması və yaxud elələri var ki, artıq dili bilmirlər. Dil yaddan çıxır, çünki onlar artıq 3-cü nəsildir ki, orada böyüyürlər. Azərbaycan dilini öyrənirlər. Azərbaycanın mədəniyyətini, yəni burada sırf belə deyim də, dil dərsləri deyil buradakı çağıraq, ancaq Azərbaycan dilini, yox, bunlar interaktiv şəkildə keçirilən bir dərslərdir. Azərbaycan dilini öyrənməklə bərabər Azərbaycan mədəniyyətini, Azərbaycan tarixini, Azərbaycanın bugünkü dünyadakı mövqeyini, Azərbaycanda baş verən inkişafı biz onlara göstəririk. Bu məktəblər bu günlərim artıq mən qeyd etdim ki, 100-ü keçib. Amma biz bu məktəblərin sayını daim artırmağa, hər il bu məktəblərin sayı artır. Çünki bu bizim məktəblərin cavan, gənc yaşda olan uşaqlarımız Azərbaycanla
birbaşa Azərbaycan dilini bilmədikdən sonra artıq belə deyim də mədəniyyəti, tarixi öyrənmək çətinləşir. Bir də o ailələrin sayı çox olan ölkələrdə bu məktəblərin tikilməsindən belə başlanılır, yoxsa say az olsa da? Yox, bu say az olsa da, çox olsa da bizim üçün fərq etmir. Bizə əsas odur ki, diaspor tərəfindən bizə müraciətlər çox olur. Hansı ölkələrdə ki, biz bu dərsləri belə deyim, canlı şəkildə eləmək mümkün deyil. Çünki bəzən olur ki, Azərbaycanlılar bir bölgədə yaşamırlar, müxtəlif ərazilər, yəni məsafə baxımından çox böyük məsafə. Biz elə olduğu təqdirdə belə deyim, onlayn məktəblər yaradırıq. Bu məktəblər yalnız belə deyim də məktəb formasında, müəllim formasında deyil, eyni zamanda biz bunların tədris prosesinin elmi tərəfdən inkişafına da diqqət göstəririk. Məsələn, biz Azərbaycan dilinin öyrənilməsi ilə bağlı artıq bir neçə kitab komitə tərəfindən və Elm və Təhsil Nazirliyi ilə birlikdə kitablar dərc olunubdur. Onlardan biri danışıq dilinin öyrənilməsidir. Sonra müasir Azərbaycan dilinin qrammatikası ilə bağlı kitablar dərc olunubdur və Azərbaycanlı dilçi alimlərimiz tərəfindən bu kitablar hazırlanır. Eyni zamanda bunların əlçatan olması üçün, yəni biz bu kitabları bütün dünyaya paylamağımız biləcək. Bu kitabların hamısı elektron formada Diaspor İşləri Dövlət Komitəsinin saytına yerləşdirilir ki, oradan istəyən Azərbaycanlılarımız bunu yükləyib istifadə edə bilsinlər. Eşitməm, sonuncu sualımdır, qısaca cavab verək və bitirək. Deməli, cari ildə, bu il diasporanın qarşısında hansı hədəfləri var və həmin hədəflərə çatmaq üçün hansı işlər görüləcək? Mən ümumiyyətlə qeyd etmək istəyirəm ki, belə komitə tərəfindən və diasporla birlikdə təkcə bir misal göstərim. 2024-cü ildə komitənin və diaspor təşkilatlarının birlikdə 800-dən artıq layihə həyata keçirilibdir. Və bu layihələr il-ildən artır. Məsələn, ondan bir il əvvəl 600-dən artır idi. Hər il bu layihələrin sayı artırılır. Bu layihələrin də hamısı, böyük əksəriyyəti Azərbaycan tarixinin, mədəniyyətinin və Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına yönəldir. Bu illərimdə bizim hədəfimiz Azərbaycanla bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasına yenə də yönləndirilir. Bilirsiniz ki, yəni proseslər bu günlərin dünyada çox sürətlə dəyişir. Yəni bugündən məsələn bir neçə gün əvvəl, təxminən bir həftə, 10 gün əvvəl bizim minaya düşən həmvətənlərimiz oldu işğaldan azad olmuş ərazilərdə. Bizim diasporumuz vasitəsilə onlar yaşadıkları ölkələrin, demək olar ki, 60-dan çox ölkədə yaşayan Azərbaycanlımız və onların fəaliyyət göstərdiyi təşkilatlar yaşadıkları ölkələrin hökumət nümayəndələrinə, parlament nümayəndələrinə, ictimai xadimlərinə müraciətlər elədilər bu mina təhlükəsi ilə bağlı və bu nə qədər ki, Azərbaycan inkişaf edəcək, Azərbaycana qarşı bilirsiniz ki, olan təzyiqlər də artacaq və biz diaspor vasitəsilə bu təzyiqlərin, diasporu yönləndiririk ki, bu təzyiqlərin qarşısını alsınlar, eyni zamanda reallığı bütün dünyaya çatdıra bilsinlər. Çox sağ olun Eşid müəllim, təşəkkür edirəm. Mən düşünürəm ki, kifayət qədər ətraflı məlumat verə bildik. Bir daha təşəkkür edirik gəldiyiniz üçün. Mən təşəkkür edirəm müəllim, bir daha fəaliyyətiniz uğurlar arzulayıram. Çox sağ olun, minnətdaram. Asan TV və Asan Radioda Qəbuldasanın qonağı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev idi. Mən sizinlə növbəti görüşümüzə kimi sağollaşıram. Özünüzdən və sözünüzdən müğayət olun. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-in qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəsdə görünür. Essentiale Forte-in həyatı tam qaraciyərinizlə sevin.